niyə Allahın övliyaları, peyğəmbərlər və imamlar xüsusən bu qədər zəhmət çəkirlər? Məzlumiyyət onların taleyində var. Niyə? Niyə adamların hidayəti ilə məşğul olan övliyalar bu qədər məzlum olur və bu qədər əzab-əziyyətə düşür? Nə səbəbdən? Bir həddə qədər onları niyə bu qədər? Niyə bu həddə? Bir səbəb budur ki, onlar azad insanı hidayət eləməklə məşğuldurlar. Bax, bu azadlığına insanların təcavüz eləməmək üçün imamlar çox əziyyət çəkir. Başqaları nə edir? Başqaları deyir, mənə lazımdır, çək gətir yanıma. Pulla gətirsən gətir, qorxutmaqla gətirsən gətir, hansısa təsirlə gətirsən gətir, çək gətir, bir təhər gətir. Dünya belədir, o vaxtdan bu vaxta qədər. Batil yolun qaydası budur. Qarşısındakına hörmət eləmir. Ehtiram eləmir. Ona lazımdırsa hər vasitəyə əl atır. İmam niyə əziyyət çəkir? Çünki hər vasitəyə əl ata bilmir, insanların azadlığına, şəxsiyyətinə dəyər verir və bu da onun əleyhinə yönəlir. O yer ki, işi asan həll eləyər, eləmir. Olmaz. Asan həll eləməyəndə nə olur? Çətinlik özünə düşür. Cəmaat cəsarət tapır, hörmətsizlik eləyir. Cəmaatı düz yolla başa salmaq çətindir. Cəmaat aldanmağı xoşlayır, hamıya aid deyir, çoxu belədir. Aldadanlar, hilə gələnlər, kələk gələnlər, göz ağardanların işi rahat gedir. Amma başladın ki, hörmət eləməyə, qarşısındakına dəyər verməyə, azadlığını tanıdınsa, işin gəlir belə olur ki, sən məzlum olursan. Övliyalar ona görə məzlumdur ki, cəmaat gərək özü seçsin onları. İmam Musa Kazım əleyhissalam xəlifəyə deyir ki, biz Əhl-i Beyt həmişə müttəhimi və həmişə məzlumuq. Həmişə bizi elə şeylərdə ittiham eləyəcəklər ki, onun bizə heç bir aidiyyəti yoxdur. İmam Hadi əleyhissalam xəlifənin sarayında, zindandadır faktiki. Onu sevənlərdən biri gəlir yanına. İndi sarayın şəraiti, zahiri şəraiti necədir? Saraydır da bura. Amma bilmir orada. Bilir ki, aydındır ki, onu orada zindanda saxlayırlar. Deyir, oturur, öz-özünə fikirləşir ki, məlumdur da belə şəraiti qoyub imam Mədinəyə getməz. İmamla belə fikirləşir. Dilinə gətirməmiş imam bilirdi o nə düşündü. Deyir ki, Mədinənin duz çörəyi mənə dünyanın ən ləziz yeməklərindən əzizdir. Yəni, başa düş ki, mən burada öz xoşumla qalmıram. Bir balaca xoş gündə görsənirsə imam, qıcıqlanır adamlar. Bu böyük bədbəxtlikdir. Əleyhissalama dedilər ki, idarəçiliyi bacarmır. Görün kimə nə deyirdilər. Elə söz denən heç olmasa yapışsın. Biz nə dedilər? Ölümdən qorxur, belə dedilər Həzrət Əliyə. Həzrət Əli orada ağladı. Ağladı. Bu hədis məni çox yandırır. Deyir ki, imamların birindən unutmuşam. Deyir, bu cəmaatla neyniyək bilmirik. Dəvət edirik, gəlmirlər, tərk edirik, gedirlər başqalarına tərəf bədbəxt olurlar. Bilmirik neyniyək, necə eləyək. Hətta hədisdə mən görmüşəm ki, imam zamanın da qəlbini qan eləyəcəklər. Bir dəstə insan. Niyə? Bax, bu qiymətlidir. Övliyalar ona görə əziyyət çəkir ki, biz onların müqabilində rahat təvazökarlıq edə bilərik. İnsanda məzlumpərəstlik var, təəssüf ki. Məsumluq kifayət eləmir ki, deyəsən mən buna itaət eləyim, bu məsumdur, bu gözəl insan. Deyək, gərək o məzlum olsun ki, bunun təkəbbürü qırılsın. Biz bir adamı əziyyətdə görəndə ona rahat təvazökarlıq edə bilərik və bu bizim böyük nöqsanımızdır. İmam Hüseyin niyə ən çox tərəfdar yığıb imamlar içində soruşuram? Çünki məzlumiyyəti aşkardır. O qədər əziyyət çəkib ki, təkəbbürə yer qoymayıb ki, onun da qarşısında təkəbbür göstərəsin. Əziyyəti ilə bizim içimizdə olan təkəbbürü sındırıb. Bu çox mühüm bir xəstəlikdir və bəşəriyyətin bəlasıdır ki, Adəmdən bugün övliyalar hamısı bu məzlumiyyəti qəbul edib. Çünki biliblər ki, onların şəraiti yaxşı olsa biz azacaq deyiblər, eybi yox. Bunların hidayəti bizim əziyyətə düşməyimizləndirsə, nə əziyyət istəsən ver bizə, biz razıyıq. Çünki bunlar qüdrətli imama itaət eləyə bilir. Bunların içində paxıllıq var, bunların içində həsəd var.